Bugünkü gündə mənim də minuslarım olub, şirkətlərin problemləri olub, nəsə müştərilərlə olub, o hamıda var, olur. Amma düşünün ki, mən minlərlə maşın yığmışam, minlərlə, onu deyə bilərəm və yığmadığımız marka olmayıb bugünkü gündə və mən daha çox bilirəm, daha çox nüanslar var, daha çox problemlər var, hansı ki, sizə kömək ola bilərəm. Nəinki dünən açılan bir şirkət, hansı ki, gəlib, deyir ki, mən bunu bacarım, mən edirəm, gəl mən burada 5 manat məndə ucuzdur. Yəni o sabah səni o vəziyyətdən çıxarda bilməz. Sabah problemdə olanda Arif, o problem olanda, onun pulu olmayacaq ki, sənə köməkli eləsin. Bu günlər hansı bir simboli maşın elə bir segmentdir ki, elə bir biznesdir ki, onun qiyməti çox böyükdür də. Bu sənin üçün filtr deyil, bu mebel deyil, bir şey deyil. Və sabah da niyə görə problemlərlə rastlaşır sahibkar? Gedir, girir bahalı maşının altında, ancaq altında hansı bir maddi dəstək yoxdur, böyük bir şirkət olaraq. Sabah problem yaradır, hansı bir Range Rover'da, Galinbagen'da nəsə problem olur, nəsə xarab olur, nəsə tökülür, onun pulunu verə bilmir, bağlanır, qaçır.